hansı şagirdim mənim 42 yaşım olduğunu deyib, bir an ortaya çıxsın zəhmət olmasa. Vurmayacağım. Sadəcə yazsın ki, mənəm. Salam minnoşlar, necəsiz? Mən yoğurt yeyirəm, Miladı. Yoğurt sevdamız sorğulanmaz. Deməli, uşaqlar, bir mövzu haqqında danışmaq istəyirəm sizlə. Biri TikTokda rəy bölməsinə yazıb ki, müəllimə, sizin 42 yaşınız var. Soruşmur, yazıb ki, 42 yaşınız var. Bir şagirdiniz dedi. Mənim hansı şagirdim mənim 42 yaşım olduğunu deyib, bir an ortaya çıxsın zəhmət olmasa. Vurmayacağım. Sadəcə yazsın ki, mənəm. Uşaqlar, yəni 40 falan desəniz yenə də başa düşmək olar. 42 yaş heç 42 kimi görünürəm ki, uşaqlar. Deməli, hər deyilənə inanmamağı və riyaziyyatı sıfırdan mükəmməl səviyyədə öyrənmək üçün dərs qruplarımıza qoşulmağı unutmursunuz. Uşaqlar, hal-hazırda yay qruplarımıza qeydiyyat davam edir. Yay qruplarında dərslərimiz tam sıfırdan da. Əlavə olaraq növbəti tədris ili üçün sıfırdan qruplarımıza qeydiyyat davam edir. Sentyabr və avqust qruplarımıza. Növbəti tədris ili üçün də indidən yazılmalısınız. Dərslərimiz həm əyani, həm də onlayn olmaqla həyata keçirilir. Əlavə olaraq Ləman müəllimin speaking və sıfır İngilis dili qruplarına qeydiyyat davam edir. O qədər gözəl tədris edir ki, fənni. İnanın ki, mən statuslarına baxıram, storylərini görürəm bəzən. Şagirdləri çox sevir onu və tam sıfırdan ingilis dilində sərbəst şəkildə danışa bilir. Tam sıfır abituriyentləri, tam sıfır şagirdləri dahi, minnoş şagirdlər də var. Mənim balaca şagirdlərimin də böyük bir qismi Ləman müəllimin şagirdidir. Ləman müəllimi dərslər üçün mesaj bölməsinə yazın.